Bismillah və elhamdülillah. Biz İslamın birinci ərkanından La ilahe illallah Muhammed Rasulullah sallallahu aleyhi ve sellem şəhadətindən danışdıq. İndi isə ikinci ərkandan danışırıq. İqamə-s salah. Necə İbn Ömər hədisdə qeyd elədi ki, Allah Rasulü sallallahu aleyhi ve sellem bildirdi ki, İslamın ikinci ərkanı İqamə-s salah, namazı əda etməkdir. Burada fikir versəz, İqam kəlməsi deyir, namazı əda etmək. Namaz qılmaq və namazı əda etmək, bunların ikisinin arasında fərq var. Namazı əda etmək, yəni tələb olunan formada əda etmək. Namazı qılmaq isə, yəni çox insan namaz qılır, lakin qıldığı namazı düzgün əda etməkdən sayılmır. Deməli, əs-salah kəlməsi, İqamə-s-salah deyəndə, namazı əda etmək deyəndə, əs-salah kəlməsi iki məna verir. Lüğəti məna, üçün şəri məna. Lüğəti mənada əs-salah əd-dua, yəni dua deməkdir. Şəri mənası isə təkbirlə başlayan, təkbir nədir? Yəni Allahu Akbar kəlməsi ilə başlayan, ət-təslim, təslimlə, yəni Əssəlamu aleykum və rəhmətullah kəlməsi ilə bitən, xüsusi sözlər və əməllərdən ibarət olan ibadət. Qısa olaraq. Təkbir nə deməkdir? Yəni Allahu Akbar. İnsan namaza başlayanda Allahu Akbar deyir, sağ əli qoyur sol əlinin üzərinə və sinəsinə qoyur. Namazı bitirəndə də sağa sola Əssəlamu aleykum və rəhmətullah, Əssəlamu aleykum və rəhmətullah və belə deyir, namazı bitirir Allah Taala'nın izni ilə. Və dəyərli qardaşlarım, namazı Allah Taala əmr edir. Allah Taala Quran-ı Kərimdə bir çox ayələrdə əmr edir ki, Aqimus-salah, namaz qılın. Aqimus-salah, namaz qılın, namazı əda eləyin. Və namazı əda eləmək deyəndə, dəyərli qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm necə əda eləyib, bax o formada əda eləmək tələb olunur hər birimizdən. Ola bilər, bəzi insanlar deyir ki, biz Peyğəmbər ola bilmərik. Zaten biz deyəndə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm necə əda eləyib, o cür əda edək deyəndə biz demirik, yəni onun kimi, yəni ona oxşamaq. Çünki o özü deyir ki, Muhammed sallallahu aleyhi və səlləm hədisdə Sallu kəmə rəaytumunu usalli. Məni necə gördünüz namaz qılan, siz də elə namaz qılın. Namazı əda etməyə daxildir, dəyərli qardaşlar. Namazın vaxtına fikir vermək, namazın vaxtına girməsi, dəst namazda olmaq, həmçinin qibləyə yönəlmək və s. bütün. Həmçinin cəmaat ilə məsciddə namaz qılmaq, cəmaat şəklində məsciddə namaz qılmaq və namazın şərtlərinə fikir vermək, namazın vaciblərinə fikir vermək, namazın rukunlarına fikir vermək. İnşallah biz irəliləyən dərslərdə şərtlər neçə dənədir, vaciblər neçə dənədir, rukunlar neçə dənədir, onlardan da danışacağıq. Lakin bilmək lazımdır ki, namaz əda olunur necə? Muhammed sallallahu aleyhi və səlləm göstərdiyi formada. Və Allah Taala'dan istəyir ki, Allah Taala bizim hər birimizi namazı doğru düzgün əda edən qullarından etsin.